Hər birinizə salamlar, nə xoşdur sizin yenidən burada görmək. Bugün haqqında danışacağımız mövzu yazıq gəlmə duyğusu, niyə yazdığımız gəlmək qəti şəkildə olmaz olacaq. Bu mövzu bilirsiniz nə deməkdir? Bu mövzu həyat qurtaran mövzulardan biridir. Həqiqətən düzdür, hər videoda bunu deyirəm, amma həqiqətən, yəni seçdiyim mövzulara diqqət eləyirəm ki, insanlara həqiqətən bir faydası olsun. Ki olmasa çəkmərəm də, zaten özümə də maraqlı gəlmir. Özüm də daha çox həll məqsədli yollarla işləməyə üstünlük verirəm. Keçək mövzumuza. Gəlin belə başlayaq. Biz yazdığımız gəldiyi insanın həyat yoluna və taleyinə hörmətsizliyi edirik. Bunu bir ağlımıza qoyaq. Kimə ki yazdığımız gəlir, ona deyirik ki, sən həyatı yaşaya bilmirsən, sənin həyat yolun səhvdir, sənin yaradanın səni səhv yönləndirir və sənin taleyin də yanlışdır başdan və sən özün də yanlışsan. Və artıq yaradan görür, həyat görür ki, sən demək bunun taleyinə haqsızlıq olduğunu düşünürsən. Okey, gəl sənə verək bu taleyi, sən də yaşa, gör kim haqsızdır, kim haqlıdır, sən də bir öz gözündən bunları gör. Və nə zaman ki, həqiqətən biz kimsə qınayırıq, kimsə yazığımız gəlir, kiminsə yaşadığı şeylər bizə yanlış gəlirsə, həyat eynən bayaq qeyd elədiklərim kimi bizə daim həyatımıza yeni şeylər gətirməyə başlayır. Eynən o insanda qınadığımız və ona yazdığımız gəldiyi kimi. Belə deyək, biz niyə valideynlərimizin həyat ssenarisini təkrar eləyirik? Bunu bir dəfə də danışmışdıq. Yazdığımız gəlir şuur altında. Tutalım ki, məsəl deyirəm, sizin ananız şiddət görmüş bir ailədə böyüyür ya da ailənizdə ananız şiddət görür və siz bunu uşaq olaraq görürsünüz, ananıza yazığınız gəlir. Və yazığınız gəldiyi üçün də onun həyatı yoluna hörmətsizlik edirsiniz. Demirəm, onun döyülməyə düz bir şeydir, yox, əsla şiddət görməyə. Sadəcə onun həyat yolunda bu var, onun alması gərəkən dərs buradadır. Orada nəsə görməlidir, özünə sərhəd çəkməyə bacarmalıdır ki, bu senaryodan çıxa bilsin. Və sizin uşaq beyni ilə ona yazdığınız gəldikdən sonra artıq o sizdə bir yer edinməyə başlayır və yer edindikdən sonra siz həyatınızın növbəti mərhələlərində ananızın taleyini eyni kopyalayırsınız. Yəni deməyə çalışırsınız ki, əziz ana, sən yaşadın, gördüm ki, sənin gücün çatmadı yaşamağa, sən səhv yoldan getdin. Əslində sən düz eləyə bilmədin. İndi mən sənin yerini eləyəcəm. Sən izlə və gör mən necə eləyəcəm. Və belə olduğu təqdirdə, nə qədər səs gəlir bugün, deyəsən bu mövzu danışılmaq istəmir. Və belə olduğu təqdirdə artıq ananızın yükünü alırsınız. Məsələn, yolda biri gedir. Çox sadə bir yolla izah edir. Yolda biri gedir, görürəm yükünü daşıya bilmir də. Başa düşdünüz necə? Qoca biridir, yükünü daşıya bilmir. Okey, bəlkə o daşıya bilir. Sadəcə mənim algıladığım şey odur ki, o yükünü daşıya bilmir. Gedirəm, deyirəm ki, görürəm siz yükünüzü daşıya bilmirsiniz, olar mən sizin yükünüzü götürüm və başlayıram mən daşım. Mənə ağırlıq eləyir, mən daşıya bilmirəm, o mənə çətinlik yaradır. Halbuki o insan daşıya bilir də, düzdür, nə çətinlik çəksə daşıya bilir, amma mən heç daşıya bilmirəm. Çünki o mənim yüküm deyil axı. Bu da eynən belədir. Şuuraltı olaraq valideynə yazığı gələn və onun həyat yoluna hörmətsizlik edən hər bir uşaq onun taleyini yaşamağa məhkumdur ki, bu fikirdən çıxsın. Həyat sizi bir enerjiyə salırsa, oradan çıxartmaq üçün salır. Mən əgər davamlı həyat görürəmsə, demək burada kiminsə yükünü almışam ki, onu yaşayaraq, xəyanət enerjisinə düşərək, xəyanət enerjisindən çıxmalıyam. Çıxmıramsa, çıxa bilmirəmsə, həyat məni davamlı salır. Davamlı, ta ki mən onu ignor eləməyib, onu görənə qədər. Ya mən anamın yükünü alıram, ya atamın yükünü alıram, amma kiminsə yükünü alıram. Bu nəsildən də keçmiş olar. Əgər epigenetik qanunlarla maraqlanırsa, artıq bunu bilirsiniz. Və deməyim odur ki, bir insana yazığı gəlmək kiminsə, onun həyat yoluna haqsızlıq və hörmətsizlik etmək deməkdir. Sanki yaradanın ədalətinə güvənməmək, sistemin ədalətinə güvənməmək. Sistem çox ədalətlidir. Bir insan sizin gördüyünüz şəkildən haqsızlığa uğramış ola bilər, amma o tərəfdən baxdıqda situasiya haqsızlıq yox, həqiqətən doğru bir şey yaşadığını bir başqası başqa gözdən görə bilər. Ona görə deyilir ki, sizin görmədiyiniz yerlər də və yönlər də var. Və bir insanın həyat yoluna
nə qədər hörmətsizlik etsəniz, şuuraltı olaraq da, görünən tərəf olaraq da, o insanın taleyini yaşamağa məhkum olursunuz. Dediyim kimi, bu çox sadə bir məsələdir və anlanılması çox asan bir məsələdir. Lakin bunun həyata effektləri çox böyükdür, dəhşətli dərəcədə. Qınadığınız və yazdığınız, gəldiyiniz hər kəsin enerjisini daşıyırsınız. Demirəm ki, məsələn, yazdığımız gəlməsin, mərhəmətsiz olaq. Yox, amma Yaradanın ədalətinə güvənmək lazım. Biraz axışda olmaq lazımdır, axışa düşmək lazımdır. Əgər bundan əvvəlki videonu izləməmisinizsə, orada mən axış haqqında çox qəşəng danışmışam. Bu mövzunu ətraflı izah eləmişəm. Ora baxmanızı tövsiyə edirəm. Amma dediyim kimi, axışa güvənmirəm. Mən Yaradana güvənmirəm. Okey, bu stol burada durub. Niyə durub? Birinin gəlib ayağı ilə düşəcək. Durun, qaldırım onu. Axı onun yeri oradır. Ədalət belə qurulub. Tarazlıq belə qurulub. Bəlkə onun orada durmağının bir səbəbi var. Bəlkə orada mənim bilmədiyim bir səbəb var. Ona görə də kimin ki yoluna haqsızlıq edildiyini düşünürsünüz, kimin ki həyat ssenarisinin yanlış olduğunu düşünürsünüz, hər zaman o yanlışı düzəltmək üçün özünüz ora düşürsünüz. Çünki sizin daha yaxşı edə biləcəyinizi zənn edirsiniz. Burada biraz da ego da özünü göstərməyə çalışır ki, okey, sən eləyə bilmədin, mən eləyərəm. Axı, sən də eləyə bilməzsən, bu sənin həyat yolun deyil. Və valideynlərimizin də dediyim kimi, taleyini yaşamağımızın əsas səbəblərindən biri onların həyat yolunu qəbul etməməkdir. Və onlara yazdığımız yüklərini əllərindən almaq üçün, okey, ana, ata, mən bunu yaşaya bilərəm, mən sizin yerinizdə bu yükü daşıyıb, özüm ən yaxşısını edə bilərəm. Amma belə deyil. Sizin yaşamalı olduğunuz tək senari öz həyat senarinizdir və nə zaman ki bunu həqiqətən dərk edirsiniz, o senaridən çıxış edirsiniz, ata və ananın senarisini. Artıq həyat öz qapılarını sizə açmağa başlayır. Davamlı yaşadığınız hadisələrə diqqətlə baxın. Nəyi təkrar yaşayırsınız? Kimə oxşar hadisə, kimin həyatında olan oxşar hadisələri yaşayırsınız? Kimə yazığınız gəlir, kimi qınayırsınız? Bunlara diqqətli baxanda artıq öz həyatınıza da çox qəşəng açarlar tapa biləcəksiniz və daim yaxşı ssenarilərlə qarşılaşa biləcəksiniz. Deyəcəklərim bu qədər idi. Ümid edirəm sizə çox faydalı olar və həyat yolunuzda həmişə olduğu kimi bir işıq saçar. Belə izlədiyiniz üçün təşəkkür edirəm. Gününüz xoş keçsin.